Həzrət Peyğəmbər bu ay daxil olanda aya salam verərdi. Salam verərdi, deyərdi ki, salam olsun sənə ey Allahın böyük ayı. Salam olsun sənə ey Allah övliyalarının bayramı. Salam olsun sənə ey zamanlar içərisində ən yaxşı zaman, vaxt. Salam olsun sənə ey günlər və saatlar içərisində ən üstün zaman və vaxt. Həzrət Peyğəmbər aya salam verir və salamla da ayın bizə əhəmiyyətini, hörmətini çatdırır ki, bu ay Allahın böyük ayıdır. Həm Allahın ayıdır, özü də Allahın böyük ayıdır. Yəni da bundan o yana yoxdur da. Zamanların fəziləti, zamanların üstünlüyü hamısı cəmləşib, o Rəcəbdə, Şaban'da hamısı müqəddimə idi. Buna ki, biz gələk Ramazanı dərk eləyək. Ramazanı dərk eləyək. Ona görə də həmişə böyük insanlar dua eləyiblər ki, ilahi bizə bu Ramazanı yaşatdınsa, qismət elə ömrümüzdə növbəti bir Ramazan da yaşayaq. Və əgər biz keçən illərdə bu duaları eləmişdiksə, yəqin ki, o dualar qəbul olub ki, biz növbəti ilin Ramazanını qismət eləyib Allah yaşayırıq. Ramazan ayında ən mühüm ibadət ki, oruç tutmaqdır. Ramazan elə oruç tutmağı ilə tanınıb. Ramazan ayının rivayətlərdə, dualarda var, 50-dən çox adı var. 50-dən çox adı var. Bu da onu göstərir ki, nə qədər əhəmiyyətli bir aydır. Məsələn, bir nəfərin bir adı olar, uzaqbaşı 2 adı olar, deyək, hər hansı bir sahədə mütəxəssisdirsə, 3-cü bir adı olar. Əgər adların sayı çoxalırsa, deməli, o insanın şəxsiyyətinin şaxələri çoxalır. Məsələn, bir nəfər həm alimdir, həm adildir, həm səxavətlidir, sayırsan. Deməli, bunun vücudunda, şəxsiyyətinin vücudunda görün nə qədər şaxələr var, sahələr var. Adam var ki, ancaq alimdir, amma səxavətli deyil, ədalətli deyil, ibadət əhli deyil, ancaq alimdir. Yaxşı akademikdir, professordur, elmdən xəbəri var. Amma ibadətdən, səxavətdən, ədalətdən, mənəviyyatdan xəbərsizdir. Alimlərin biri deyir ki, mən Nəhcül Bəlağəni açıb oxuyanda, oxuduqca Həzrət Əli əleyhissalamın şəxsiyyəti barəsində fikirlərim hər dəfə təzələnirdi. Əvvəl elə bilirdim ki, Həzrət Əli əleyhissalam sadəcə bir alimdir. Sonra gördüm, böyük ictimai siyasi xadimdir həm də. Yavaş-yavaş səhifələrin oxuduqca fikirləşdim ki, Həzrət Əli əleyhissalam təkcə alim, ictimai siyasi xadim deyil. Həzrət Əli əleyhissalam ədalətli bir şəxsdir. Yavaş-yavaş oxuduqca Həzrət Əli əleyhissalamın şəxsiyyətinin o dərinliyinə baş vurduqca hər dəfə Həzrət Əlinin şəxsiyyəti barəsində fikirlərim, təsəvvürlərim yenilənirdi və Həzrət Əli əleyhissalam mənim üçün hər dəfə yeni bir simada kəşf olurdu. Ona görə də Həzrət Əli əleyhissalamın adları görün nə qədərdir. Fatimə-i Zəhra salamullah əleyhanın nə qədər adı var. Fatimə, Zəhra, Bətul, Tahirə, Radiyə, Mərdiyyə, hər bir adın da istəsək oturaq, xırdalayaq, bir neçə məclis çəkər. Bu nədən xəbər verir? İnsan şəxsiyyətinin çox şaxəli olmasından xəbər verir. Yəni bu, hər sahədə, hər bir fəzilətdə öz sözün deyən bir insandır.